Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun həyat və qəhrəmanlıq yoluna həsr olunan Mübariz adlı tam metrajlı bədii filmin yaradıcı heyəti ilə görüş keçirilib. Tədbirdə məktəbin pedaqoji kollektivi, şagirdlər eləcə də filmin yaradıcı heyəti iştirak edib. Görüşün əvvəlində məktəbin direktoru Şəhla Bağırova çıxış edərək bildirib ki, Azərbaycan xalqı öz igid oğullarının qəhrəmanlıqları ilə fəxr edir və onların xatirəsi daim hörmət və ehtiramla anılır. O qeyd edib ki, Mübariz İbrahimov kimi qəhrəmanlarımız gənc nəslin vətənə sevgi, torpağa bağlılıq və döyüş ruhunun formalaşmasında mühüm rol oynayır. 11 nömrəli məktəbdə şagirdlərin milli dəyərlərə, dövlətçilik prinsiplərinə və vətənpərvərlik ruhuna sadiq yetişdirilməsi daim diqqət mərkəzində saxlanılır. Məktəbdə keçirilən bu kimi tədbirlər qəhrəmanların həyat və mübarizə yolunun öyrədilməsi gənclərin mənəvi inkişafında mühüm əhəmiyyət daşıyır. Filmin rejissoru Natiq Novruzov çıxışında Mübariz filminin yaranma tarixindən danışıb. O vurğulayıb ki, ekran əsəri Mübariz İbrahimovun misilsiz şücaətinə, vətənə və xalqa olan sevgisinə həsr olunub. Filmin bir çox səhnələri qəhrəmanın xidmət etdiyi döyüş postlarında lentə alınıb. Rejissor bildirib ki, filmin əsas məqsədi Azərbaycan gənclərinə Mübariz İbrahimov kimi qəhrəman olmağın, vətənə sədaqət və fədakarlığın nə qədər ali bir dəyər olduğunu aşılamaqdır. Filmdə rol alan aktrisa Flora Hüseynova da çıxış edərək Mübariz obrazının tamaşaçıya ötürdüyü güclü emosional təsirdən danışıb. O qeyd edib ki, bu filmdə iştirak etmək onun üçün böyük məsuliyyət və qürur olub. Aktrisa bildirib ki, Mübariz İbrahimovun şəxsiyyəti təkcə bir döyüşçü kimi deyil, həm də mükəmməl bir insan, ailəsinə və xalqına bağlı bir övlad kimi hər kəs üçün örnəkdir. Filmin baş prodüseri Nicat Mənalı da tədbirdə çıxış edərək qeyd edib ki, Mübariz filmi Azərbaycan kinematografiyasının vətənpərvərlik ruhunda çəkilmiş ən təsirli ekran əsərlərindən biridir. O deyib ki, bu filmin hər səhnəsində Mübariz İbrahimovun qəhrəmanlığı, ruh gücü və vətən sevgisi hiss olunur. Tədbirin sonunda iştirakçılar Mübariz filminə baxıblar. Şagirdlər ekran əsərini böyük maraq və təsirlə izləyiblər. Görüş vətənpərvərlik ruhunun, qəhrəmanlıq dəyərlərinin gənc nəsil arasında aşılanması baxımından xüsusi əhəmiyyət kəsb edib. Elvin Qudrətov, Şəmstan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.